Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 100 adı verilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixi bundan sonra Balaxanı hasilat ərazisində bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək. Adınsu 100 adlanan quyu barədə sertifikatı Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizova təqdim edib. Danışır sənaye silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev neft sənayesinin dayanıqlı gələcəyi, istiqamətimiz haradır mövzusunda fikirlərini bölüşüb. O, çıxışı zamanı Ulu Öndərin təhsil aldığı Xoşbəxt Yusifzadə və çoxlu sayda digər tanınmış məzunları olan Adınsu'nun yetişdirdiyi mütəxəssislərin vətənimizin enerji sektorunu yaradanları olduğunu bildirib. 4-cü sənaye inqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bugün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı olduğunu deyib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov isə diqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeye ən yaxın ali təhsil müəssisələrindən biridir. O bildirib ki, bugünkü tədbirdə təmsil olunan hər iki təşkilat üçün insan kapitalının formalaşması, xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlə təhsil müəssisəsi arasında qurulan əməkdaşlığın müsbət nəticə verəcəyinə inandığını deyib. Tədbir çərçivəsində tərəflər arasında anlaşma memorandumu imzalanıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayevə Adınsu'nun 100 illik yubiley medalını təqdim edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki Danışır sənaye silsilə mühazirələri çərçivəsində universitetə gələn qonaqlar Azi Elektron Kitab Evi və Tarix Muzeyində olublar. Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və şəhidlər üçün ucaldılmış abidə kompleksini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.